Bakıda istismar müddətini bitirmiş magistral və şəbəkə xətləri yeniləri ilə əvəzlənir. Görülən işlər çərçivəsində Hövsan, hərbi dənizçilik və kənd əhmədli ərazilərini içməli su ilə təmin edən istismar müddətini bitmiş xətlər dəyişdirilib. Hazırda isə mərkəzdə su anbarlarından çıxan diametrləri 500, 300, 150 mm-lik polad materiallı yeni inşa olunmuş magistral xətlərin mövcud su təchizatı şəbəkəsinə qoşulması istiqamətində işlər görülür. Aparılan yenidən qurma işləri abonentlərin xüsusən yay mövsümündə tələbata uyğun xətlərin yüklənməsinə, o cümlədən dayanıqlı, keyfiyyətli və fasiləsiz içməli su ilə təminatına xidmət edəcəkdir. Ərazidə aparılan yenidən qurma işləri 500 mm-lik, 300 mm-lik və 150 mm-lik daşıyıcı xətlər üzərində aparılır. Bildiyiniz kimi bu qeyd olunan xətlər uzun müddət istismarda olduğundan xətt üzərində tez-tez qəzalar baş verir. Baş verən qəzalar zamanı içməli suda fasilələr yaranır. Bu halların təkrar baş verməməsi üçün qeyd olunan xətlər yenisi ilə əvəzlənir. İşlər tam yekunlaşdıqdan sonra Məhəmməd Hadi küçəsi, Gəncə prospekti, Zığ şosesi, Ukrayna dairəsi ətrafında yaşayan 7600 ailə dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin ediləcək.